Salam, hər vaxtınız xeyir əziz tələbələr. Bu gün sizinlə xəritə sualının izahlarına baxacağıq və xəritə necə öyrənilir, onu sizə izah edəcəm. Deməli, e, ekranda görmüş olduğunuz xəritə müasir Azərbaycanın xəritəsidir və uşaqlar ilk öncə xəritə suallarının izahına keçməzdən əvvəl onu sizə bilgimizə çatdırım ki, imtahanda mənə 3 xəritə sual düşür. Və bu üç xəritə sualı bəzən ikisi Azərbaycan tarixindən biri ümumi tarix olmaqla verilir. Və bəzən də ikisi ümumi tarix, biri Azərbaycan tarixi olmaqla verilir. Hər iki təqdirdə xəritə sualları mənə 3 sual və bunun yanı sıra bir xeyli bal verir. Və bu balı itirməməkdən ötürü mütləq şəkildə biz xəritələrlə işləməyi bacarmalıyıq. Yəni 30 sualdan ən azı 25 plus yazmaqdan ötürü, yəni mütləq ən azı 2 xəritə yazmalısınız. Yəni bu qaçılmazdır. 2 xəritə yazmaqdan ötürü də, yəni mən istəyərəm ki, hamısını yazasınız, amma ən azı ikisini yazmalısınız. 2 xəritə yazmaqdan ötürü də mütləq şəkildə birinci Azərbaycan tarixinin xəritəsindən başlayıb, yəni Azərbaycan xəritəsindən başlayıb, bu və ya digər şəkildə keçdiyiniz tarixi mövzudan asılı olaraq orada adı keçən bölgələrimizi xəritədə işarələyib coğrafi koordinatlarını öyrənirsiniz. Məsələn, tutaq ki, deyirəm, Azərbaycan xəritəsini açmısınız. Mövzuda ibtidai cəmiyyətidir. İbtidai icma cəmiyyətindən siz e, ilkin variantlarda, ilkin dövrlərdə e, qədim insanın yaşayış məskənlərini öyrənirsiniz. Buna aid edirsiniz Abşeronda Qobustan, Qayaz rəsmlərini yazmağı. Buna aid edirsiniz Qobustanı, yenə yazmağı. Bura aid edirsiniz məsələn Qobustanı, tutaq ki, deyirəm. Sonra Kəlbəcəri, bax bu ərazinə aid edirsiniz ora, düzdür. Kəlbəcərə aid edirsiniz, baxın işarələdim. Sonra Qobustana aid edirsiniz bu ərazini. Sonra bizim Xocavənd rayonu ərazisində bir Azıq mağaramız var, düzdür. Sonra Tovuzda, Qazaxda Daşsalaqla Damcılı mağaralarımız var. Bax, Qazax burada yerləşir. Bunu da qeyd elədim. Sonra gəlirsiniz aşağılarda, məsələn, burada Lerikdə Buzeyir mağarası var. Mütləq şəkildə qeyd edirsiniz. Baxın, sonra burada Yevlaxın yanında bir Mingəçevirimiz var. Bax, balaca bu burada. Bu Mingəçevirdə Qaraca düşərgəsi var. Bunu da bir qeyd edirsiniz. Və bu şəkildə qeydlərinizi götürdükdən sonra artıq siz, yəni sizin xəritə üzərinizdə artıq ibtidai icma cəmiyyətinin ilkin insanın yaşayış məskənlərini net olaraq görə bilərsiniz də, düzdür. Gözdən qaçırdığım olmayıb ki, yox, olmayıb. Ə, və bu ərazilərin coğrafi koordinatlarını öyrənirsiniz əvvəl rəngli xəritə üzərində. Niyə əvvəl rəngli xəritə üzərində öyrənirik? Çünki gözümüz bunların hamısını almalıdır. Rəngli xəritə üzərində bunları öyrəndikdən sonra artıq sizə imtahanda rəngli xəritə düşməyəcək. Sizə bax bu tipdə kontur xəritə düşəcək. Yəni imtahana bu şəkildə kontur xəritə ilə gələcəklər uşaqlar. Azərbaycan tarixində də, ümumi tarixdə də, istəyir dünya xəritəsindən sizə sual salsalar və yaxud da Azərbaycan tarixinin, Azərbaycan xəritəsindən sual salsalar, hamısı eyni qaydada, ağ-qara formatında olan xəritələrdən sual salacaqlar. Mən ağ-qara xəritədə işləmək üçün əvvəlcə rəngli xəritədə işləyirəm. Sonra rəngli xəritəni beynimdə təsvir edib, gəlib ağ-qara formatında olan bir başqa testin üzərində həmən o uyğun nömrələnmiş variantları bölgələrlə əvəz edirəm. Məsələn, mən ilk yaşayış məskənlərini buradan rahatlıqla digər rəngli xəritəyə uyğun yaza bilərəm. Onda mən 1-ə Qobustan deyə bilərəm.
Bəli, deyə bilərəm. Niyə? Çünki baxın, Bakıya yaxındır. 55 kilometr cənubda yerləşir Bakıdan. Qobustan Qayaüstü rəsmləri. Onda mən bura Qobustan deyə bilərəm 1-ə. Və 1-i yazıram Qobustan. Qobustan. Gəlib 3-ə baxıram. Bura Kəlbəcər deyə bilərəm, Zar. Zar mağarası. Bəli, deyə bilərəm. Sonra baxıram bu hissəmə 5. Burada daş salahlı, damcılı mağaralarıdır. Qazaxda. Yəni mən avtomatik bilirəm ki, orada 5 olan yerdə damcılı mağarasıdır. Daşsalahlı mağarasıdır. O da Qazax rayonumuzun ərazisində yerləşdiyinə görə Qazax 5-ci bölgəmizdədir. Yəni bunda mütləq şəkildə qeyd edirəm. Sonra gəlirəm 10-cu bölgəyə. Ona baxıram, görürəm ki, bu lerikdir. Lerikdə də mənim Buzeyir mağaram var, düzdür. Sonra gəlirəm, görürəm burada bir göl kimi var. Bunun altında xırda bir vilayətim, bölgəm var. Və bu bölgəyə də biz Mingəçevir demişdik. Burada Yevlax demişdik. Yer yazıram, biləsiniz. Yevlaxın yanında olan xırda bölgə Mingəçevirdir. M yazıram üstünə. Bu Mingəçevirdə də bizim bir dənə Qaraca düşərgəmiz var idi. Hə, indi gəlirəm 15-ə. Mən 15 olan əraziyə Azıq mağarası qeyd edə bilərəm. Bəli, qeyd edə bilərəm. Füzuli şəhəri yaxınlığında Xocavənd rayonunun ərazisində yerləşir. Xocavəndin ərazisində yerləşdiyinə görə də 15-i qeyd edirəm Azıq mağarası. Yəni bu şəkildə mən üzr istəyirəm. Əvvəlki rəngli xəritəmə uyğun olaraq kontur xəritə üzərində ilkin insan məskənlərinin xəritəsini çıxardım və bu şəkildə də öyrəndim. İndi bunları təmizləyirik. Keçirik bir də bunun alternativi olan dünya xəritəsinin üzərinə. Görək dünya xəritəsi bizə hansı formatda verilir, onu hansı formatda öyrənməliyik. Gəlin bir də dünya xəritəsinə baxaq. Dünya xəritəsi biraz genişdir. Dünya xəritəsini öyrənməyin bir yolu, məsələn, sizə sual düşə bilər ki, e, ibtidai icmadan sonra şərqdə yaranan ilk sivilizasiyalar. Siz burada Misir və Mesopotamiyanı götürürsünüz, yəni İran, Misir və İraq ərazisi, indiki İraq ərazisi, Mesopotamiya, iki çay arası. Məsələn, tutaq ki, siz qədim dünyadan, yəni ümumi tarixin qədim dövründən Misir dövlətinə keçirsiniz. Və bu Misir dövlətini açırsınız dünya xəritəsini bu formatda. Gəlirsiniz Afrika ərazisinə, bax bu bölgəyə və Misiri burada böyüdüb tapırsınız. Mən bura coğrafi tərəf cəhət sisteminə daxil etsəm, yəni bunu bölsəm bir belə coğrafi tərəf cəhət sistemlərinə, yuxarıda tərəfimi şimal adlandırsam, aşağım olacaq cənub, Afrika qitəsindən söhbət gedir, ümumi xəritəni demirəm. Afrikanın bu hissəsi olacaq şərq hissəsi, bu hissəsi də olacaq qərb hissəsi. Onda mən bu hissədə qalan Misrə rahatlıqla Afrikanın şimal-şərqi deyə bilərəm. Bəli, çünki şimalımla şərqimin arasına düşür və şimal-şərq bölgəsi hesab olunur. Deməli, biz artıq tapdıq ki, Misir Afrika qitəsində yerləşir və bu da şimal-şərq hesab olunur. Yəni, Misir Afrikanın şimal-şərqində yerləşir. Tamam. Ərazisindən də bax Nasir, yəni Nil gölü axır. Bunu da bir dairələyirəm. Yəni xəritə ilə işləyəndə biz avtomatik, yəni söhbət canlı xəritədən, rəngli xəritədən gedir. Avtomatik olaraq, yəni Misirin yanında Liviyanı görürük, aşağısında Sudanı görürük, düzdür, cənubunda. Mənə kontur xəritədə bunları versələr, mən artıq çaşmamalıyam. Niyə? Məsələn, indi gəlin baxaq bir dənə də bunun kontur xəritə versiyasına. A, indi gələk buna. Biraz bunu böyüdək. Gələk Misirin bu hissəsini. Avtomatik olaraq mən Misiri yenə də bölsəm, gəlib görəcəm ki, Misirin ən dibdəki şərq hissəsindəki yer, bax bu hissə.
Olacaq mənim Misirim. Tamam. Çünki niyə? Bura demişdik şimal, bura demişdik şərq. Şimal-şərqə düşən ən dibdə olan hissə Misirdir. Hə, indi Misirin yanında olan dövləti yadıma salmağa çalışıram ötən rəngli xəritədən. Misirin yanındakı ölkə nə idi? Aşağısında bilirəm ki, Sudan idi. Bəs yanındakı nə idi? Əlcəzair. Əl yazıram biləsiz. Əlcəzair aşağısı da Sudandır. Yəni bu şəkildə xəritəmi artıq öyrənmiş oldum. Yəni tək qədim Misir deyil, siz Mesopotamiyanı da keçəcəksiniz. Nisbətən müasir dövrə gəlib çatanda artıq Avropa dövlətlərini biraz geniş şəkildə keçəcəksiniz tarixdən. Yəni siz rahatlıqla artıq bilməlisiniz ki, Avropa dövlətlərindən Roma harda yerləşir, İspaniya hardadır. Məsələn, bu ərazini biz İspaniya tarixini keçəndə İspaniya adlandıracağıq. Bu hissəni biz Birləşmiş Krallıq, yəni İngiltərə adlandıracağıq. Sonra məsələn, bu hissə Roma olduğunu mütləq bilməlisiniz. Bura Fransadır, yanında bura Almaniyadır. Bunu da mütləq şəkildə bilməlisiniz. Bura Yunanistandır. Məsələn, qədim Yunanistan keçəcəksiniz. Yunanistana yaxın adada qurulmuş Avropanın ilk qədim dövləti olan Krit dövlətini, onun Mikeyn mədəniyyətini keçəcəksiniz. Yəni bunların Yunanistanla əlaqələrini öyrənəcəksiniz və siz xəritəni bu şəkildə daha rahat şəkildə öyrənmək sizə o avantajı verir ki, siz bu coğrafi əraziləri, bu coğrafi məkanları tarixi cəhətdən bir-biri ilə əlaqələndirib hansı dünya xəritəsi babından hansı yerdə yerləşdiyini daha rahat şəkildə mənimsəyə biləsiniz deyə. Ə, Xəritə izahlarım bu qədər. Yəni düşünürəm ki, nələrisə ələ ala bildik və artıq öyrənmə metodunu da sizə vermiş olduq. Bu və ya digər şəkildə mən düşünürəm ki, xəritə sualları ilə, yəni xəritəni öyrənməkdə bizim bir çətinliyimiz olmayacaq və mən istəyirəm ki, bir sadə kiçik bir xəritə sualının izahına da diqqət yetirək və sonda e, necə deyərlər, dərsi yekunlaşdıraq. E, Baxaq ibtidai icmadan 79 və 80-ci sualların izahına. Xəritə ilə gəlir bizim qarşımıza 79-cu sual və xəritə suallarında nisbətən daha çox istifadə olunan metodlardan biri də bizə iki ortaq fikir verir və bu iki fikrə aid əraziləri tapmaq xəritədən istəyir. Məsələn, tutaq ki, qədim insanların yaşayış məskənlərini verib bizə bir də qayalar üzərində təsviri sənət nümunələri aşkar edildiyi ərazini istəyir bizdən. Mən bilməliyəm ki, qədim insanın yaşayış məskənləri əzbərə dayalı biliklərimdən istifadə edib deyirəm ki, məsələn, Qarabağda Azıq, Tağlar, Kəlbəcərdə Zar, Qazaxda Daşdalaqla Damcılı, Lerikdə Buzeyir, Mingəçevirdə Qaraca düşərgələridir. Düzdür. Bəs yaxşı, bunlardan qayalar üzərində təsvirlər hansıdır? Biz bilirəm ki, mezolit dövrünə aiddir. Qobustan qayası rəsmlərindən söhbət gedir. İndi gəlib baxmalıyam birinci, biraz böyüdək bunu. Aha, bir dəqiqə. Hə, indi gəlib baxmalıyam birinci variantıma. Birinci. Görüm bir hansı bölgəmdir. Yuxarıdan Gürcüstan tərəfdən gəlsək, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ. Gördünüz, bax əzbərə dayalı biliklərdir hamısı. Mən bilirəm ki, Gürcüstan tərəfdən bax buradan, yuxarıdan Qax, Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı. Bax, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ. Yaxşı. Şimal bölgələrimizdir bunlar. Və
Bir görürəm ki, düşür Zaqatala ərazisinə. Mən Zaqatala ərazisində əzbərə dayalı biliklərimdən istifadə edərək qədim insan məskəni deyə bir şey oxumuşdum. Xeyr, oxumamışdım. Ona görə üstündən bir xətt çəkirəm. Yenə gəlirəm, bax, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ. Bura bir dənə İsmayıllıdır. Yəni mən əzbərə dayalı biliklərimdən, yenə də xəritədə əzbərlədiyim suallardan buranın İsmayıllı olduğunu tapıram. Deməli 3 bizdə İsmayıllıdır. Və mən yenə də bu iki variantın uyğununu tapmağa çalışıramsa, yenə də bu iki variantı nəzərdən keçirdirəm. Qədim insan məskəni deyil, qaya üzərində təsvir yoxdur. Düzdür? Gəlib 2-yə baxıram burada. Bura Ermənistanla sərhəd bölgədir. Baxın, diqqət yetirin. Ermənistana yaxın yerləşir. Qarabağ rayonunun Kəlbəcəridir bura. Bax, Qarabağın gözüdür. Kəlbəcər. Kəlbəcər. Aa, Kəlbəcər mənə bir şey deyir. Zarı deyir. Zar mağarasına. Bəli. Deməli, mən Kəlbəcərdə oxumuşdum ki, Zar mağarası var. Onda 2-ni yumrulayıb dairəliyib götürürəm. Deməli, 2 mənə qədim insan məskənlərinin yerləşdiyi faktını doğrulayan coğrafi yeri verdi. Buranı verdi mənə. İndi gəlib qayalar üzərində təsviri sənət nümunələrinə baxıram. Mən burada görürəm ki, bir 4 olan variantım var. Baxıram bu 4 olan variantım nədir? Bura Cəlilabad rayonudur. Baxın, İranla sərhəddə yerləşir. Bura İranda. İR yazıram, biləsiniz. Bura İrandır. İranla sərhəddə bir Cəlilabad rayonum var mənim. Bu Cəlilabad rayonunu biz son Tuncərkən dəmir dövrünə aid edirik. Əli Kömək təpəsi adlanan arxeoloji abidəyə əsasən. İndi gəlib baxıram. Yəni buradan heç biri uyğun gəlmir də. İlk insan məskəni hara, son Tuncərkən dəmir dövrü hara, qaya üzərindəki təsvirlər hara, son Tuncərkən dəmir dövrü hara. Buna görə 4 olan variantımı çıxıram. Qalır bir dənə 5. Baxıram ki, bu Bakıya yaxındır da, düzdür. Bakıdan 55 kilometr cənubda yerləşən Qobustan qayasıdır rəsmləridir. Bax bunlar. Qobustan. Bu da mənə verdi. Bax bunu. Qobustan. Ona görə cavabım oldu burada. Neçə? 2 və 5. Belə. Bu şəkildə. Bunun da cavabı bu şəkildə tapılır. Daha detallı açıqlama üçün hamısını izah etdim. İndi gələk 80-ci sualın izahına. 80-ci sualda da yenə əzbərə dayalı bir biliyimdən istifadə edərək bunu tapmalıyam. Necə? Baxın uşaqlar, bizə verib ki, Göytəpə və Kamiltəpə yaşayış yerlərinə müvafiq olaraq. Biz də sizinlə öyrənmişdik ki, bir Tovuzda Göytəpə var, bir də Urmiyada Göytəpə var. Tovuzdakı Göytəpəni biz aid edirik neolit dövrünə, Urmiyadakı Göytəpəni aid edirik erkən Tunc dövrünə. Üzr istəyirəm, Orta Tunc dövrünə. Urmiyadakı Göytəpə olduğu və yaxud da Tovuzdakı Göytəpə olduğunu hardan bilim mən bunu? Yadınızda saxlayın uşaqlar. Göytəpənin yanında Kamiltəpə yaşayış məskənində verirsə, deməli bu olur neolit dövrü. Bura bir dənə nömrə yazıram. Yox, Göytəpənin yanında bizə Oğlanqala və yaxud da 2-ci Kültəpə kimi yaşayış məskənlərini, şəhər tipli yaşayış məskənlərini verirsə, bu olur Orta Tunc dönəmi. Kamiltəpəni verdiyinə görə mən Tovuzdakı Göytəpəni axtarmalıyam. Və Tovuzdakı Göytəpədə Tovuz bizdə gəlir düşür 4-cü varianta. Yəni Tovuz rayonu, iqtisadi rayonumuzun ərazisi gəlir 4-ə düşür xəritə üzərində. Kamiltəpə isə Ağcabədi rayonunda yerləşdiyi üçün biz Ağcabədi rayonunda 3 olan ərazimizə götürək. İndi deyə bilərsiniz ki, müəllim, biri niyə götürmədik? Bayaqki sualın izahında dedim ki, bura Balakəndir, Balakən. Aşağısı da Zaqataladır. Bir düşür Zaqatalaya. Zaqatalada mən heç nə oxumamışam, götürmürəm. Deyə bilərsiniz, müəllim, 5 niyə olmadı? 5 şimal bölgəmizin əraziləridir, bu da olmur. Şimalda mən Qubada-Qusarda nə öyrənmişəm? Heç nə. Ona görə 5-i çıxıram. 2 Naxçıvandır, bayaq dedim.
Oğlan qalı olsaydı Naxçıvan götürərdim. Ona görə çıxıram. 2 də olmaz. Yerdə qaldı nə? 3 və 4. Deməli, bunda cavab variantı 3 və 4-dür. Xəritə suallarının izahı bu qədər. Xəritə ilə işləmək bizim ən əsas qayəmiz və əsas məqsədlərimizdən biri olmalıdır. Onun üçün də mütləq şəkildə hər gün heç olmasa 3 bölgə öyrənirsiniz Azərbaycanın xəritəsindən. Dünya siyasi xəritəsindən isə hər mövzunu keçdikcə ölkələri dünya siyasi xəritəsindən onları tapıb ardıcıllıqla coğrafi koordinatları rahat, səliqəli şəkildə mənimsəməyə çalışmalısınız. İzah bu qədər. Gələnki izahlarda görüşənədək sağ olun.